Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Yeni iş həftəsində iş vaxtı ilə qarşınızdayıq. Yaxın bir saat ərzində ölkə və dünya gündəminə nəzər yetirməyə çalışacağıq. Bir araşdırmamız da var, onu da sizə təqdim edim. 1993-cü ildən bağlı olan Türkiyə-Ermənistan sərhədində yenidən hərəkətlilik yaranıb. Ankara və İrəvanın açılışla bağlı danışıqları regionda suallar yaradıb. Bəs sərhədin tam açılması mümkündürmü? Əgər bu proses baş verərsə, iqtisadi və siyasi nəticələr nələr ola bilər? Araşdırmışıq. İzləyək. 1993-cü ildən Qarabağ müharibəsi fonunda bağlı olan Türkiyə-Ermənistan sərhəddi yenidən gündəmdədir. 32 ildən sonra ilk dəfə bu ilin martında Alican keçidində məhdud açılış edildi. Buna səbəb isə Ermənistandan Suriyaya çatdırılacaq humanitar yardım karvanının Türkiyədən gedib geri qayıtmasını təmin etmək idi. Türkiyə rəsmiləri bunun tam açılış yox, müvəqqəti texniki keçid olduğunu xüsusilə vurğulayırdılar. Söz gedən məsələdə Ankaranın mövqeyi isə dəyişməzdi. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Ankaranın Ermənistanla münasibətlərinin normallaşması prosesinə hazır olduğunu açıqlayıb. Ancaq bununla yanaşı Türkiyə nümayəndəsi açıq şəkildə vurğulayır ki, Bakı ilə razılaşma olmadan sərhədin tam formada açılması mümkünsüzdür. Həmçinin ekspertlər də hesab edir ki, qərarın əsas siyasi çəkisi Azərbaycana bağlıdır. Ermənistan-Türkiyə normalleşmesi Azerbaycan-Ermənistan kalıcı barışına bağlı olduğunu bir kez daha Hakan Fidan beyan etmiş ve şarta bağlı olduğunu açıklamıştır. Həmçinin sərhəddin açılması prosesi tək siyasi əlaqələrlə kifayətlənmir. Belə ki, Ermənistan hökuməti sərhəddin açılmasını iqtisadi fürsət kimi də qiymətləndirir. Rəsmi açıqlamalarda deyilir ki, Türkiyə bazarına çıxış həm ithal xərclərini azaldacaq, həm də tranzit marşrutlarını qısaldacaq. Enerji avadanlığı, dərman və gündəlik istehlak mallarının Türkiyədən daha ucuz ithal olması gözlənilir. Bundan başqa Ermənistan Türkiyə üzərindən Avropa və Orta Asiyaya çıxış əldə edərək tranzit əlavə gəlir qazanacaq. Lakin bütün bunlar yalnız davamlı açılış baş verəcəyi halda mümkün ola bilər. Əlbəttə ki, bu sərhədlərin açılması eyni zamanda da gələcəkdə tranzit imkanlarının daha da genişlənməsinə şərait yaradacaq. Nəzərə alsaq ki, bizim bölgəmiz orta dəhliz üzərində qurulduğu üçün məhz Ermənistan ərazisi də bu imkanlardan yararlanma bilər. Çünki nəzərə almaq lazımdır ki, şərq-qərb və cənub-şimal dəhlizləri məhz bu bölgələri əhatə edir və düşünürəm ki, eyni zamanda bu imkanlardan da yararlanaraq iqtisadiyyatlarının şahelənməsinə, eyni zamanda da ki, tranzit gəlirlərinin əldə olunmasına şərait yarada biləcək bir mühitlə rastlaşa bilərlər. Sərhəd məsələsi yalnız Ankara və İrəvanın gündəmi deyil. ABŞ-də prosesin ən fəal müşahidəçilərindən biridir. Vaşinqton Türkiyə-Ermənistan münasibətinin normallaşmasını regiondakı təsirini artırmaq üçün mühüm platformu hesab edir. Bəzi erməni politoloqların iddiasına görə Amerikalılar Paşinyan hökumətindən Türkiyə ilə yaxınlaşmanı sürətləndirmək tələb edir və bu İrəvan daxilində siyasi gərginlik yaradır. Eyni zamanda Ermənistan cəmiyyətində də narahatlıq var. Onlar bildirirlər ki, sərhəddin açılması xarici güclərin diktəsi ilə yox, milli maraqların çərçivəsində həyata keçirilməlidir. Lakin hazırda bu proseslərin arxasında ciddi bir güc, Amerika Birləşmiş Ştatları dayanır. Vaşinqtondan kifayət qədər təzyiq olarsa, bəlkə də irəliləyiş əldə olunar. Türkiyə şübhəsiz ki, Qars və Gümrü arasındakı dəmir yolunun açılmasını istəyir. Beləliklə aparılan danışıqlar da onu göstərir ki, sərhəddin tam şəkildə açılması yaxın perspektivdə real görünmür. Türkiyənin şərtləri dəyişməyib və əsas yol Bakı-İrəvan sülh prosesinin uğrundadır. Digər tərəfdən iqtisadi argumentlər də güclüdür. Açıq sərhəd həm Ermənistan, həm də region üçün yeni ticarət xətti yarada bilər. Qarşıdakı aylarda veriləcək qərarlar sərhəddin taleyini müəyyən edəcək.